Bir ailə tanıyıram ki, o ailə bircə səbəbə görə oğlanla qızın izdivacı alınmadı. Çünki oğlan tərəf qız tərəfə təklif eləmişdi ki, biz çıxaq, kənarda hansısa bir restoranda görüşək, danışaq, tanıyaq bir-birimizi və qızın atası buna kəskin şəkildə reaksiya vermişdi ki, mənim evimi, mənim qapımı, mənim süfrəmi tanımayan adama mən qız vermərəm. Çünki restoranda mənlə görüşəcək adam elə restoranda da sağollaşa bilər. Yəni, hələ konservativ fikirlərə sadiq, belə deyək, ev, ocaq, adət, ənənə, bütün bunlara sadiq insanlar var. Yəni, bunları heç bir qurum həll edə bilməz. Bu, xalq olaraq mental xüsusiyyətlərimizdir. Və ayrılmalara səbəb də məhz bu mental xüsusiyyətlərdən bəlkə də kənara çıxmaqdır. Bilirsiniz, mənim rəhmətli babam Bayramqulu evlənəndə olmasın, aşımalanda olduğu kimi bir-birinin üzünü görməmişdilər. Bir-birinin üzünü görməyənlər, oğlanla qız 100 il yaşayıblar, övladlar böyüdüblər, amma xoşbəxt olublar. Bilirsiniz, bu da ola bilər səbəblərdən biri budur.